Bugünkü günündə düzdür, ölkədə rentakar şirkətləri çoxdur. Amma transport şirkətləri barbaqla saymaq olar. Bugünkü günü belə pis çıxması mən ölkədə özümə transport baxımından, böyük avtobuslar baxımından transport şirkəti olaraq mən özümə rəqib şirkət tanımıram. Çünki mən yenə deyirəm, mən bu işi sıfırdan sevə-sevə, mənim bu işə həvəsim olub, bu işə mənim hobbim olubdur. Mən bu işi o qədər dərinliyindən bilirəm ki, mən sizi inandırım ki, mən bugünkü günü nəqliyyat sektorunda hər hansısa bir məktəb açılsa, universitet açılsa, yəni ki, mən bugünkü günü o qədər incəliyi ilə bilirəm ki, o qədər problemlərlə üzləşmişəm, o qədər hər hansısa bir səhvliklər ola-ola, o səhvlərin öhdəsindən bir daha gəlməmək, o səhvi bir də təkrar eləməmək üçün o səhvliklərin hamısını bir-bir o qədər düzəltmişəm ki, bugünkü günü hər hansısa bir akademiya və hər hansısa bir məktəb də açılsa mən orada dərs deməyə hazıram.